Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün mən sizlərə İMHEYIM Tədris Mərkəzinin İbtidai sinif müəllimləri üçün nəzərdə tutulan Azərbaycan dili qaydalar, testlər və mətnlər kitabından sınaq 2-nin izahını verəcəm. Birinci sual. Mürəkkəb fe'li birləşməni müəyyən edin. Demək, fe'li birləşmə deyərkən, yəni söz birləşməsini nəzərdə tutur. Söz birləşməsi də quruluşca sadə və mürəkkəb olur. Sadə söz birləşməsi deyərkən iki müstəqil sözün birləşməsi nəzərdə tutulur. Mürəkkəb söz birləşməsi deyərkən üç müstəqil sözün birləşməsi nəzərdə tutulur. Baxaq, şəhərə tərəf gedərkən fe'li birləşmədir. 3 dənə söz var tərkibində. Amma burada tərəf köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsi söz birləşməsinin tərkibində iştirak edə bilər, amma söz birləşməsinin quruluşuna təsir edə bilməz. Demək, şəhərə tərəf gedərkən sadə söz birləşməsidir. Şəhərin geniş küçələri 3 müstəqil sözdən ibarətdir, amma bizdən fe'li birləşmək istəyir. Şəhərin geniş küçələri ismi birləşmədir. Yəni, biz söz birləşməsinin fe'li və yaxud da ki, ismi birləşmə olduğunu necə tapırıq? Söz birləşməsində axırıncı sözə baxırıq. Əgər axırıncı söz məstər, fe'li sifət, fe'li bağlamadan ifadə olunubsa, o olur fe'li birləşmə. Yox, digər əsas nitq hissələrindən, yəni adlardan ifadə olunursa, o zaman olur ismi birləşmə. Şəhərin geniş küçələri ismi birləşmədir. Kitab yazmaq deyil. Burada kitab yazmaq deyil, bu artıq fikir bitir, cümlədir bu. Dosta yardım etmək. Dosta bir söz, yardım etmək də bir sözdür. Çünki ol, et, elə, qıl, bil, bunlar köməkçi feillərdir. Özündən əvvəlki sözlə birləşir, mürəkkəb söz əmələ gətirir. Yəni, dost bir sözdür, yardım etmək bir sözdür. Bu, mürəkkəb yox, sadə fe'li birləşmədir. Dünən iclasda olanda cavabımız Y variantıdır. Nəyə görə? Dünən bir söz, iclasda bir söz, olanda bir söz. İndi deyirsiniz ki, ay müəllim, bəs dediniz ki, ol, et, elə, özündən əvvəlki sözlə birləşir, mürəkkəb fe'l əmələ gətirir. Bəli, amma buradakı ol müstəqil məna ifadə edir. Yəni, olmaq, eləmək bəzən müstəqil məna ifadə edə bilər. Nə zaman olur? Həmin olmaq, etmək, eləməyin əvəzinə müstəqil bir söz qoya biliriksə, dünən iclasda olanda, biz burada olanda, yəni iştirak edəndə, dünən iclasda iştirak edəndə, əvəzinə başqa bir söz qoya bildik. Ona görə də cavabımız olur Y variantı. İkinci sual. Hansı nümunədə numerativ söz kəmiyyət fərqi yaratmışdı? Zavodun 5 nəfər yeni işçiyə ehtiyacı var. Demək, numerativ söz də əsasən saydan ismin arasında işlənir. Burada nəfər numerativ sözdür və nəfər numerativ sözü kəmiyyət fərqi əmələ gətirmir. Baxın, 5 işçi də desək 5-dir, 5 nəfər işçi də desək 5 nəfərdir. Demək, B variantında 3 göz otaq. Burada göz numerativ sözdür. 3 otaqda da say eyni qalır, 3 göz otaqda da say eyni qalır. Demək, burada da kəmiyyət fərqi əmələ gəlmir. Həmidə xala bayram günü bir qazan plov. Burada da yenə kəmiyyət fərqi yoxdur. Uzaqdan bir dəstə atılıb. Baxın, bir dəstə atılıb. Burada dəstə numerativ sözdür. Bir atlıdan bir dəstə atlı arasında nə qədər fərq var? Yəni, burada dəstə neynədir? Dəstə burada kəmiyyət fərqi əmələ gətirmiş oldu. Cavabımız D variantıdır. Bir stəkan su, stəkan numerativ sözdür, kəmiyyət fərqi əmələ gətirmir. Üçüncü sual. Baş sözü hansı cümlədə həqiqi mənasında işlənmişdir? Demək, məcazi yox, həqiqi mənada. Dağların başı, dağın başı məcazi mənadadır. Əkbər kişi kəhriz başında, kəhrizin başı məcazi mənadadır. Baş həkim yenə məcazi mənadadır. Baş küçə məcazi mənadadır. Baş bədənin tacıdır. Yəni, burada insanın bədən üzvlərindən biri olan baş nəzərdə tutulur. Demək, cavabımız olmalıdır Y variantı. Dördüncü sual. Mürəkkəb fe'l işlənən cümləni müəyyən edin. Qoy həqiqəti bilməyənlər bilsinlər.
Burada bilməyənlər, bilsinlər, bunlar mürəkkəb yox, sadə feillərdir. Xəstənin vəziyyəti artıq yaxşılaşmışdı. Yaxşı sifətindən yaxşılaşmaq feil əmələ gəlir. Düzəltmə feildir. Səhər açılarkən günəş şüaları pəncərədən içəri daxil olurdu. Bax, bu daxil olurdu nədir? Bu mürəkkəb feildir. Elə cavabımız olmalıdır C variantı. Ürək kövrəkləşir sən oxuyanda, sən də dinləsəydin mən oxuyanda. Kövrəkləşir, oxuyanda, dinləsəydin oxuyanda. Demək, oxuyanda sadədir, dinləsəydin sadədir, kövrəkləşir, düzəltmədir. Burada mürəkkəb feil yoxdur. İkincisi, vurulduqda, buradan vurulmaq əmələ gəlir, düzəltmədir. Mindilər də sadədir. Demək, cavabımız oldu C variantı. 5-ci sual. Hansı nümunədə zaman şəkilçisi düzgün göstərilməmişdi? Çay kənarında yarpızlar bitmişdi. Bitmişdi sözündə bit sözün kökü miş, keçmiş zaman şəkilçisi, nəqli keçmiş zamanın şəkilçisidir. D idi hissəsi idi. Burada düzgündür. Qoşun yavaş-yavaş gözdən itirdi. İtirdi sözündə iç sözün köküdür. İr indiki zaman şəkilçisi, di nədir? Di burada idi hissəsi idi. Yəni, yadda saxlayaq ki, bir sözdə 2 dənə zaman şəkilçisi olmaz. Birinci gələn zaman şəkilçisidir. Və yaxud da ki, zaman şəkilçisini rahat tapmağın başqa bir yolu da zaman şəkilçisindən əvvəl mamə artırmaq olur. Yəni, hansı şəkilçisi zaman şəkilçisidirsə, ondan əvvəl mamə artırmaq olur. Baxın, itirdi, itmirdi. Mamənin şəkilçisini, inkar şəkilçisini irdən əvvəl artırdıq. Demək, orada mamə inkar şəkilçisidir. Getdikcə Mirzə Valih bir asılıq, bir məhkumluq hiss edirdi. Burada da et, ir indiki zaman şəkilçisidir. Düzgün göstərilibdir. Bələdçi turistləri yoldan keçirdi. Baxın, burada keçməkdən keçirmək əmələ gəlib. Yəni, ir orada leksik şəkilçisidir, di keçmiş zaman şəkilçisidir. Həyəcan getdikcə artırdı. Art sözün kökü ır, indiki zaman şəkilçisidir, d idi hissəsi idi. Demək, cavabımız oldu B variantı. 6-cı sual. Amonim sözlər cərgəsini müəyyən edin. Demək, amonimlər nədir? Yazılışı, deyilişi, vurğusu, başlanğıc forması eyni, mənaları tamamilə fərqli olan sözlərdir. Demək, burada A variantında yaş, nəm mənasında sifət, bir də insanın yaşı mənasında isimdir, amonimdir. Daş, bərk, cisim, daş, bir də su daşdır, feil kimi işlənir, bu da amonimdir. Amma könül sözü amonim deyil. Ona görə A variantı getdi. B variantında bənd, şeirin bəndi, bir də çayın qabağını kəsmək üçün qurulan bənd, amonimdir. Sarı, sarımaq feil kimi işlənər, sarı rəng sifət kimi, bir də evə sarı qoşma kimi işlənər. Yad, insanın yadı, yaddaşı mənasında isim, yad adam, necə adam sifət kimi işlənər. Demək, B variantındakı sözlərin hamısı tamamilə fərqli mənaları bildirən sözlərdir. Bunlar amonimlərdir. C variantında divan, ədəbiyyatşünaslığa aid bir termin divan, bir də keçmişdə divan cəza üsulu və yaxud da ki, oturmaq üçün vasitə. Fərqli mənaları bildirir, amonimdir. İnsan sözü amonim deyil, alışmaq. Alışmaq, yanmaq mənasında, bir də nəyisə öyrəşmək mənasında amonimdir. Gül, gülmək feil kimi, bir də gül çiçək mənasında. İsim kimi amonimdir, kənd amonim deyil, sol, tərəf mənasında, bir də solmaq feil kimi amonimdir. Ürək amonim deyil, ay, nida kimi, bir də məsələn, yanvar ayı. Amonimdir, amma ev də amonim deyil. Cavabımız oldu B variantı. 7-ci sual. Hansı sözdə leksik şəkilçilərin sayı daha azdır? Daha azdır. Baxaq. Bağlantı. Bağ ismindən bağlamaq feili, bağlamaq feilindən bağlanmaq feili, bağlanmaq feilindən bağlantı ismi əmələ gəlir. Bax, onu da qeyd edeyim ki, hansı şəkilçilər ki, feil düzəldən şəkilçilərdir. Həmin şəkilçilərdən sonra maq artıra bilirik. Demək, A variantında 3 leksik şəkilçi var. Salamlaşdılar. Salam ismindən salamlamaq feili, salamlamaq feilindən salamlaşmaq feili əmələ gəlir. D.
keçmiş zaman şəkilçisidir. Lar şəxs sonluğudur. Burada 2 dənə leksik şəkilçi var. Ucaldır, uca sifətindən ucalmaq, ucalmaqdan ucaltmaq əmələ gəlir. Orada indiki zaman şəkilçisidir. Burada 2 leksik şəkilçisi var. Yaşadır, yaş ismindən yaşamaq feili, yaşamaq feilindən yaşatmaq feili əmələ gəlir. İndiki zaman şəkilçisidir. 2 leksik şəkilçisi var. Dostlaşdıq. Sözün kökü dost ismidir. Laş şəkilçisini o zaman parçalaya bildik ki, ladan sonra maq artıraq. Burada amma dostlamaq deyə bilmərik. Laşı bütöv leksik şəkilçisi kimi götürürük. D keçmiş zaman şəkilçisidir. Q şəxs sonluğudur. Demək, dostlaşdıq sözündə bir leksik şəkilçisi var. Cavabımız olur D variantı. Dostlaşdıq sözündə cəmsi bir leksik şəkilçisi oldu. 8-ci sual. Nümunədə işlənməmişdir. Nümunədə işlənməmişdir. Səadət Kamalla yetişər başa, xalqa hörmət ilə, ədəblə yaşa. Düzəltmə feil. Düzəltmə feil. Demək, burada yaşa sözü. Yəni, insanın yaşı olur ki, yaşayır. Yaş ismindən yaşamaq feil əmələ gəlir. Demək, düzəltmə feil işlənibdir. Sonra, düzəltmə zərf ədəblə, ədəb ismindən necə yaşa, ədəblə yaşa. Düzəltmə zərf də var. Toplu isim, xalq toplu isimdir. Köməkçi nitq hissəsi, Səadət Kamal ilə yetişər başa. Kamal ilə. La burada nədir? İlə qoşmasının qısaldılmış formasıdır. Demək, köməkçi nitq hissəsi də var. Amma burada təsriflənməyən feil, yəni məstərmi, feili sifətmi, feili bağlamamı heç biri yoxdur. Ona görə də cavabımız olmalıdır. Y variantı. 9-cu sual. Nümunədə hansı durğu şərtləri buraxılmışdır? Dərman bitkiləri yəni bağlayıcıdır, yəni bağlayıcısından əvvəl vergül qoyuruq. Yəni itburnu çay tikanı sadalayır. Sadalayırsa yənidən sonra qoşa nöqtə qoyuruq. Qoşa nöqtə qoyuruq. İtburnu, çay tikanı, çoban yastığı, zəncirotu Respublikamızın müxtəlif bölgələrində bitir. Bax, elə demək, burada istifadə olunubdur. Qoşa nöqtə və 4 vergüldən. Yəni bağlayıcıdır, yəni bağlayıcısından əvvəl vergül qoyuruq. Burada itburnu, çay tikanı, çoban yastığı həmcins üzvlərdir. Yəni də o həmcins üzvləri ümumiləşdirir. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gəlirsə, həmin ümumiləşdirici sözdən sonra qoşa nöqtə işarəsindən istifadə edirik. Demək, burada qoşa nöqtə və 4 vergüldən istifadə olunubdur. Cavabımız olmalıdır B variantı. 10-cu sual. Quruluşca sadə olan cümləni müəyyən edin. Quruluşca sadə olan cümləni. Baxaq, bilikli olmaq azdır. Azdır. Nə? Bilikli olmaq. Gərək bilikdən istifadə etməyi bacarasan. Bacarasan, kimsən? Cümlə 2 tərkib hissədən ibarətdir. Birinci cümləmizin mübtədası da var, xəbəri də var. İkinci cümləmizin xəbəri yoxdur. Daha doğrusu xəbəri var, mübtədası yoxdur. O zaman sadə cümlə olardı ki, ikinci cümlənin xəbəri də birinci bilikli olmaq mübtədası ilə bağlı olardı. Amma bağlı deyil. Ayrı-ayrı cümlələrdir. Bu demək nədir? Bu mürəkkəb cümlədir. Elmdə ən yeni, ədəbiyyatda isə ən qədim kitabları oxu. Yəni, oxu kimsən? Xəbər var, mübtədamız yoxdur. Bir mübtəda artıra bilərik və bir qrammatik əsasdan ibarət olar. Bu sadə cümlədir. Bizdən də sadə olanı istəyir. Demək, cavabımız B variantıdır. C variantına baxın, heç oxumuram. 2 tabellik bağlayıcısı var. Cümlədə tabellik bağlayıcısı görürüksə, demək, o cümlə tabeli mürəkkəb cümlədir. Dost, düşmən seçilər. Nə edilər? Seçilər. Nə dost, nə düşmən. Nə edilməz, seçilməz, nə vətən. Vergülə qədər mübtədamız, xəbərimiz var. Vergüldən sonra mübtədamız, xəbərimiz var. Mürəkkəb cümlədir. Əgər də tabellik bağlayıcısıdır, tabellik bağlayıcısı varsa, demək, o nədir? Mürəkkəb cümlədir. Cavabımız oldu B variantı. 11-ci sual. Ardıcıllığı nəzərə almaqla nümunələrdə altından xətt çəkilmiş sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyən edin.
Nə gözəl yaraşır muğana ceyran, fikri qüvvətləndirir. Bu nədir? Ədat. Ədatdır. Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi. Nə də formasında verilibsə, bu bağlayıcıdır. Səndən yaxşılıqdan başqa nə görmüşəm? Sual cümləsinin tərkibində iştirak edir, bu da sual əvəzliyidir. Demək, birinci ədat, ikinci bağlayıcı, üçüncü də əvəzlik olmuş olur. Cavabımız olur B variantı. 12-ci sual. Mübtədası konkret isimlə ifadə olmuş cümləni müəyyən edin. Sonraki peşmançılıq fayda verməz. Konkret isimlə. Nə etməz, fayda verməz, nə? Peşmançılıq. A variantında mübtədamız peşmançılıq sözdür, amma konkret yox, mücərrəd isimlə ifadə olunubdur. Konkret odur ki, gözdən görə bilərik, əldən toxuna bilərik, şəklini çəkə bilərik. Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır xəbər, nə? Ehtiyat. Mübtədamız ehtiyat sözdür, o da mücərrəd isimdir. Böyük düşüncələr böyük hisslərdən yaranır. Nə edir? Yaranır. Nə? Düşüncələr. Mübtədamız düşüncələr sözüdür, mücərrəd isimdir. Həqiqi dostluq mənəvi fədakarlıqdır. Fədakarlıqdır. Nə? Dostluq. Dostluq mübtədadır, amma mücərrəd isimlə ifadə olunubdur. Müdrik adam özünə rəva görmədiyi işi başqasına da görməz. Burada görməz kim? Adam. Mübtədamız adam sözdür. Adam sözü də əlbəttə ki, konkret isimdir. Cavabımız olmalıdır Y variantı. 13-cü sual. Hansı cümlələrdə nan-nən çıxışlı xal şəkilçisinin tələffüz formasıdır? Rüstəmlə yola getmək çox çətindir. Rüstəmlə. Baxın, bunun yazılışı necə olmalıydı? Rüstəmlə. Rüstəmdən yola getmək çox çətindir deyə bilmərik. Buradakı lə nədir? Qoşmadır. Biri çıxaq. O qapını döyüb ehtiyatla içəri daxil oldu. Demək, sözün düzgün deyil yazılışı ehtiyatla. Demək, burada ehtiyat ismindən ehtiyatla zərf əmələ gəlib. La, burada zərf düzəldən şəkilçidir. Ona görə 2-yi də çıxırıq. Bunu rəhmətlik atandan soruşarsan. Atandan. Dan burada nədir? Çıxışlı xal şəkilçisidir. Anamla gəzməyə getdim. Anam ilə qoşmadı. Demək, 4-də çıxaq. Bu kitabı evin yanındakı dükandan dandən çıxışlı xal şəkilçisidir. Bu sözlər işıqlı gələcəyə inamdan. Burada da çıxışlı xal şəkilçisidir. Demək, cavabımız olmalıdır A variantı 3, 5, 6. 14-cü sual. Vurğusu dəyişməklə mənası dəyişən sözü müəyyən edin. Burada vurğusu dəyişməklə mənası dəyişən elektrik sözdür. Elektrik. Vurğu ikinci hecanın üzərindədirsə, bu elektrikdən işləyən adam mənasındadır. Elektrik. Vurğu son hecadadırsa, işlətdiyimiz elektrik nəzərdə tutulur. Elə cavabımız olmalıdır A variantı. Mürəkkəb vurğu sondadır, buruq sondadır, sonra vurğu ilk hecadadır, sakit vurğu sondadır. 15-ci sual. Hallana bilməyən əvəzliyi müəyyən edin. Hallana bilməyən. Məsələn, hamının, nəyin, kimsənin, heç kimin. Amma hərin, hərə, hərdə belə deməyimiz düzgün deyil. Hərə var, amma bu nədir? Hər əvəzliyindən hərə əvəzliyi əmələ gəlibdir. Demək, hallana bilməyən. Hər təyin əvəzlikdir və hər təyin əvəzliyi hallana bilmir. 16-cı sual. İsimləşmiş sifət işlənən cümləni müəyyən edin. Oxuyanlar bizim məktəbin şagirdləridirlər. Burada yoxdur. Burada bizdən istəyir isimləşmiş sifət. Oxuyan fe'li sifət, yəni fe'li sifət neyniyibdir? İsimləşibdir. Doğru söz acı olar. Burada yoxdur. Yəni ki, sifət var. Necə söz doğru söz, amma isimləşmir. İsmət heç bir şəkilçi qəbul eləmir. İsmin sualına cavab vermir. Doğruya zaval yoxdur. Zaval yoxdur. Kimə? Doğruya. Doğru sifətdir. A-ədə yönlük hal şəkilçisidir. Yəni sifət ismət şəkilçisi qəbul edilib. Cavabımız C variantıdır. Daş hasar bütün yol boyu uzanırdı. Daş isimdir. Necə hasar deyirik?
Sifətin sualına cavab verir. İsmailzadə deyir ki, bu il böyük bir saray tikəcəyik. Demək burada da isimləşən sifət yoxdur. Böyük saray. Necə saray? Böyük saray. Sifət ilə sifətin sualına cavab verir. Bir daha deyirəm, sifətin isimləşməyi üçün sifət ismin sualına cavab verə bilər. Cəm şəkilçisi, mənsubiyyət hal şəkilçisi qəbul eləyə bilər. 17-ci sual. Nümunədə işlənmiş feillər hansı şəkildədir? Qarşımda dalğalı dərin bir ünvan, ünvanı sarsıdır. Sarsıdır. İndiki zaman şəkilçisi var, xəbər şəklindədir. Bir çiçək yapan şeirdən xülyadan necə əl çəkim? Bəyaz köpüklər bir çiçək yapan. Bax bu yapan şeirdən xülyadan necə əl çəkim? Yapan feili sifətdir. Əl çəkim. Bax burada nədir? Əmr şəklində olan feildir. Demək cavabımız olmalıdır. B variantı. 18. İsmi xəbərli nəqli cümləni müəyyən edin. Anar bütün el-obanın sevimlisi idi. Kim idi? El-obanın sevimlisi idi. Kim anar? Elə cavabımız olmalıdır A variantı. İsmi xəbərlidir və adi intonasiyadan deyilibdir. B variantında baxın, sonunda sual işarəsi var. Demək sual cümləsidir. Onlar səbirsizliklə imtahan nəticələrini gözləyirdi. Nə edirdi? Gözləyirdi. Nə edirdi deyirik. Feili xəbərlidir. İndi Ənisə çətin qərar verməli idi. Nə etməli idi? Qərar verməli idi. Bu da feili xəbərdir. Yoxdur bu mərdlərin sanı. Təbrizim. Yoxdur. Yoxdur nədir? Predikativ sözdür. Və heç bir suala cavab vermədən müstəqil xəbər olur. Cavabımız olur Y variantı. Yox, üzr sayın. Bizə nə istəyir? İsmi xəbərli nəqli cümləni. Burada Y variantında sonda nida işarəsi var. İsmi xəbərli el-obanın sevimlisi idi. Kim anar? Hətta el düz qeydləmişik. Cavabımız A variantıdır. 19. Özünü itirmək frazeoloji birləşməsinin sinonimi. Özünü itirməyin sinonimi nə olar? Yəni ağlı qarışmaq. Cavabımız olmalıdır. D variantı. Hansı birləşmənin son samiti cingiltili tələffüz olunur? Cingiltili tələffüz olunur. Əxlaq nümunəsi K-dır, çünki özündən sonra samit gəlib. Çörək İş-dir, samit gəlib. Tüfəng K-dır, samit gəlib. Otaq X-dır, samit gəlib. Amma ərik ağacı burada Y olmalıdır. Çünki özündən sonra saitdən başlayan söz gəlib. Cavabımız olur C variantı. Bizim bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.